Cəlilabadda canavarların kəndlərə hücum təhlükəsi artıb. Son aylarda yırtıcıların yaşayış məntəqələrinə yaxınlaşması və təsərrüfatlara hücum etməsi ciddi problemə çevrilib. Vəziyyət artıq o həddə çatıb ki, canavarlar rayon mərkəzinə yaxın ərazilərdə, xüsusilə Həzaslanov və Rəşad Zeyniyev küçələri ətrafında müşahidə olunur. Sakinlərin sözlərinə görə, təxminən 2 aydır canavar hücumları fasiləsiz davam edir. Yırtıcılar əsasən xırdaboynuzlu heyvanlara hücum edir, nəticədə çoxsaylı qoyun və quzular tələf olur. Apreldən, yəni aprel ayından bu aya qədər, bugünkü günə qədər, yəni bizim heyvanlar çox zərər çəkirik. Yəni bu örüşə buraxan kimi canavar çaqqal imkan vermir. Yəni gözdən qoyduğun sənindir. Mənim indi real qoyunumu, quzumu, gizmiş quzu 15 qoyun yiyib, tək mənim yox, yəni Bəhruzun, Rüstəmin, Kərəbalayının, yəni bizim burada yaşayanların hamısına ziyan dəyib, təsəvvür saxlayanların. Yəni hardasa mənə 8.000 manata qədər mənə zərər dəyib. Dönənləri mənim 5 qoyunumu, 3 quzumu yiyib. Məlumata əsasən, zərər çəkmiş təsərrüfatlarda ümumi maddi itki 50.000 manata yaxın qiymətləndirilir. Sakinlər bildirirlər ki, demək olar hər gün yeni hücum halları qeydə alınır və vəziyyət getdikcə daha təhlükəli xarakter alır. Vətəndaşlar vurğulayırlar ki, yırtıcıların yaşayış məntəqələrinə qədər yaxınlaşması artıq insanların təhlükəsizliyi üçün də ciddi risk yaradır. Məsələ ilə bağlı Cəlilabad şəhər bələdiyyəsinin sədri Vahid Mirzəyev bildirib ki, vəziyyətdən məlumatlıdırlar. Onların sözlərinə görə, aidiyyatı qurumlarla birlikdə problemin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin görülməsi planlaşdırılır.